Dəyərli izləyənlər, hər birinizi xoş gördük. Əvvəlcə bir məlumatı paylaşım. Deməli, yaxın günlərdə belə bir fikrim var ki, bir video paylaşım və bu video düşünürəm ki, faydalı olacaq. Birincisi, bu olimpiyada həndəsəsi öyrənmək istəyən və həndəsəni yaxşı mənimsəmək istəyən, o çətin tipli məsələləri həll etməyi bacarmaq istəyən o müəllimlər, şagirdlər və həvəskarlar üçün faydalı olacaq. Və qısa bir məlumat da verim ki, bu nədən ibarət olacaq bu video. Ümumiyyətlə, bir çoxlarının, yəni bu həndəsə öyrənən, bu işlə məşğul olan insanların qarşılaşdığı əsas çətinliklər nələrdir və bir məsələnin demək, düzgün şəkildə həll strategiyası nə cür qurulmalıdır, hardan başlamaq lazımdır, əsas məsələlərdən biri. Bir çox halda, üzr istəyirəm, məlumatlar çox olur məsələdə və o məlumatları əlaqələndirmək bir-birindən çətinləşir. Belə olan halda mənim özümün adlandırdığım bir termin var. Belə bir şey yoxdur, sadəcə olaraq izah edərkən rahat olur deyə mən belə deyirəm. Burada bir çox məlumatlar var ki, onların içində bəziləri ölü nöqtələr, ölü düz xətlər, ölü çevrələr, mən belə adlandırıram. Bunları ilkin mərhələdə demək məlumatlar, yəni məsələdən çıxardanda məsələnin əslində ümumi şərtinə ciddi bir təsir göstərmir. Amma əksinə belə bir şey olur. Məlumatlar azaldığına görə, az ki biz o bəzi nöqtələri, düz xətləri, çevrələri o məlumatların içindən çıxartmışıq, ölü olduqlarına görə. Ondan sonra daha sadə, həm şəkil daha sadə görsənir, həm də elə bil ki, ilkin olaraq bir həll ağla gəlir. Hardan başlamaq lazımdır, ən əsas məsələlərdən biri. Və bunlarla bağlı geniş şəkildə danışacağam. Qismət olsa xeyirlisindən. İndi keçək, bu yaxınlarda maraqlı bir olimpiyada həndəsəsi ilə bağlı bir list çıxdı qabağıma. Orada maraqlı və çətin məsələlər var idi və mən bu məsələni xüsusilə bəyəndim. Ona görə də bununla bağlı izahımla bağlı video çəkəcəm. Demək, məsələ nədir? Burada mən şəkili çəkmişəm. Bizə ABC üçbucağı verilib və belə bir şərt verib ki, AB AC-dən kiçikdir. Bu üçbucağın xaricinə çevrə çəkib, AD parçası çəkilib. Bu AD parçası tənböləndir. Daha sonra demək AD parçasının orta nöqtəsini adlandırıb Y. Bu AD-nin orta nöqtəsidir. Sonra bu D nöqtəsindən bir perpendikulyar çəkib, bu BC tərəfinə perpendikulyar çəkib. Bu perpendikulyar AO parçasını, AO da radiusdur, aydın məsələdir. AO parçasını X nöqtəsində kəsib. Demək, bizdən nə tələb olunur? Tələb olunur ki, göstərin ki, bu 4 nöqtə, bu B, Y, X və S nöqtələri, bunlar bir çevrə üzərindədir. Demək, əsas hissə, indi bayaq mən məlumat verdim, orada demək, əsas məsələlərdən biri də, yəni çətin olan mərhələlərdən biri əslində giriş mərhələsidir. O verilənləri bir-birindən əlaqəsini müəyyən eləmək. Bəzən bir çox halda demək, bunu görmək çətin olur, əgər kifayət qədər təcrübə və nəzəri, praktiki bilik yoxdursa. İndi bu məsələdə demək nədir? O bayaq dediyimi indi burada tətbiq eləyəcəm əslində, həm də bir növ elə bil praktiki olaraq da, əyani olaraq da bunu görək. Məsəl üçün, ilkin olaraq demək, bizdən tələb olunur ki, məsələnin şərtində göstərək ki, B, Y, X, S bir çevrə üzərindədir. Amma bu Y nöqtəsi AD-nin orta nöqtəsidir və bu nöqtə, belə deyək də, məsəl üçün, burada X nöqtəsi var. X nöqtəsi bu BC-nin demək, bu D nöqtəsidir. D nöqtəsindən çəkilən bu perpendikulyarla radiusun kəsişdiyi nöqtədir. Bu nöqtə ölü nöqtə deyil, yəni X nöqtəsi.
Aydındır mı? Amma bu Y nöqtəsi ölü nöqtə. Bunu baxan kimi görmək olur. İndi mənim olimpiada dərslərində, o həndəsə dərslərində mən bunlar haqqında da danışacağam. Çünki əsas hissələrdən biri budur. Açar budur. Yəni o birdən-birə hər şey birdən-birə baş vermir ki. Məsələn bu Y nöqtəsini mən sıradan çıxardı. Hələlik bunu silirəm Y nöqtəsi. Sanki Y yoxdur. İndi baxın, indi belə bir məsələ var. Burada demək hələ ki o final hissəyə qaçmaq lazım deyil. Həmən mən o 4 nöqtənin bir çevrə üzərində olduğunu göstərim. Elə bir şey yoxdur. Əvvəlcə bir verilənləri bir-birinə əlaqələndirmək lazımdır. Və indi baxırsınız ki, bu şəkil kifayət qədər, məsəl üçün, çox çətin deyil, məsəl üçün, bu şəkil və əslində burada bəzi şeylər tanışdır bizə. Bu tanışlıq nədir? Məsəl üçün, adi tənböləndir, O çevrənin mərkəzidir, D nöqtəsi bu, demək, tənbölənin ayağından çəkilmiş perpendikulyardır, radiusuna X nöqtəsində kəsişib, AO radiusu ilə və s. Kifayət qədər sadələşir. İndi burada maraqlı bir fakt var. Mənə elə gəlir ki, bunu görmək elə də çətin deyil. Əgər biz adi tənböləni uzatsaq, o tənböləni uzadaq, məsəl üçün. Tənböləni uzatdıq, bunu adlandıraq. Məsələn, bu olsun kəsişmə nöqtəsi, bu çevrə ilə kəsişmə nöqtəsini adlandıraq. Bu olsun, deyək ki, Y nöqtəsi. Aydın məsələdir ki, O ilə da Y-ni birləşdirsək, bu ikisini birləşdirsək, bu OY parçası BC-nin orta perpendikulyarı olacaqdır. Aydındır. Çünki AY tənbölən olduğuna görə bu Y nöqtəsi BC qövsünün orta nöqtəsidir. O halda OY də demək BC-nin orta perpendikulyarı olacaqdır. Bu məlum bir faktdır. Demək ki, buradan alırıq ki, OY perpendikulyardır demək DX-a. Bunlar bir-birinə perpendikulyardır. Və perpendikulyar olduğuna görə, eyni düz xəttə perpendikulyar olan düz xəttlər paralel olduğuna görə alırıq ki, DX ilə OY demək bunlar paralel düz xətlərdir. Aydındır mı? O halda biz belə bir şey eləyə bilərik. Məsəl üçün, burada O nöqtəsi çevrənin mərkəzi olduğuna görə aydındır ki, A, O, Y bərabər yanlı üçbucaqdır. Mən bu şeyi tapa bilmirəm, bunu işarələmək üçün. Demək, aydın məsələdir ki, bu bucaqla bu bucaq eyni olacaq. Çünki demək, bərabər yanlı üçbucaqdır. Paralelliyə görə uyğun bucaqlar bərabər olduğuna görə bu bucaq da bunlara bərabər olacaq. Yəni, bu alfa deyək, bu da alfadır, bu da alfadır. Demək, maraqlı bir məlumat əldə elədik ki, sən demə, AXD üçbucağı bərabər yanlı üçbucaqdır. AXD üçbucağı bərabər yanlı üçbucaqdır. Yəni, bu məsələni əslində hiss eləyirsiniz ki, bu məsələ üçün önəmli bir faktdır. AX-ın DX-a bərabər olması. İndi bizim o ölü nöqtəmiz var idi, hansı ki, biz elə adlandırmışdıq. Onu qaytaraq. Onu dirildək o nöqtəni. Bu Y, məsələn şərtində Y idi o nöqtə. Elə də adlandıraq Y nöqtəsi. İndi aydındır ki, əgər XY düz xəttini çəksəm, bu demək Y nöqtəsi AD-nin ortasında olduğuna görə və bu üçbucaq da bərabər yanlı üçbucaq olduğuna görə AX-dir. Demək ki, XY düz xətti AD-nin orta perpendikulyarı olmalıdır. Aydındır? İndi mən bu XY-ni çəkdim və daha sonra B ilə də C-ni, BC düz xəttini daha doğrusu, BC düz xəttini də çəkirəm. BC düz xəttini də bunları da burada kəsişdirirəm bu nöqtədə. Bu da bunların kəsişmə nöqtəsi olsun. Deməli, biz göstərdik ki, demək, XY perpendikulyardır. Onu burada da işarələyək ya da bucaqla işarələyim belə bu formada. Demək, həqiqətən də bu perpendikulyardır. Bunu göstərdik. İndi nə bizə lazım deyilsə, onları göndərək. Məsəl üçün, buradan biz tənbölən çəkmişdik. Bu artıq mənə maraqlı deyil. Bu da maraqlı deyil. Çünki mən bundan alacağımı usta almışam. Bundan alacağımızı almışıq. Yəni, sadəcə olaraq görüntü çox mürəkkəb olmasın deyə və sağ. Demək, bunları sildik. İndi burada maraqlı bir şey var.
Bu nöqtəni də adlandıraq. Bu da olsun K nöqtəsi məsəl üçün. İndi fikir versəz əgər bu üçbucaq K, X, D üçbucağı düzbucaqlı üçbucaqdır. Bu şərtdə onsuz da DX perpendikulyar idi BC-yə. Bunu şərtdə bilirdik. Amma biz aldıq ki, DY-də X K-ya perpendikulyardır, sən demə. Yəni nə görürəm mən burada? Düzbucaqlı üçbucaq görürəm. X, D, K və DY-də düzbucaq təpəsindən hipotenuza çəkilən hündürlükdür. Aha. Digər tərəfdən nə görmək olar bu şəkildə? Burada əgər aynı anda K-nı birləşdirsək, demək birləşdirsək, aydın məsələdir ki, K, A, X, D bu dördbucaqlı demək deltoiddir və bu dördbucaqlı demək KX bunun simmetriya oxudur. KX bunun simmetriya oxudur. O halda simmetriklikdən aydın məsələdir ki, bu bucaq da 90 dərəcə olur. Həqiqətən də 90 dərəcə olur. İndi burada maraqlı bir şey ortaya çıxdı. Bu OA radius olduğuna görə bu toxunma nöqtəsində daha doğrusu radius toxunma nöqtəsində çəkilən radius toxunana perpendikulyardır. Yəni AO AK-ya perpendikulyardır. O halda AK-nın toxunan olduğunu demək olar. Demək ki, AK toxunandır. İndi bu nöqtələri mən birləşdirəcəm. B ilə Y-i, X ilə də C-ni birləşdirəcəm. Hansı ki, bizə tələb olunurdu ki, bu 4 nöqtə BX, Y, C bu 4 nöqtənin bir çevrə üzərində olduğunu göstərək. İndi nədən istifadə edəcəm? Burada istifadə edəcəm proyeksiya düsturundan. Baxın, proyeksiya düsturuna görə, indi mən burada hərf verim ki, daha yaxşı görünsün. Məsəl üçün, bura biz A desək, tutaq ki, burada B desək, bu KD-yə də, yəni buradan bura olan bütöv bu hissəyə də deyək ki, olsun, məsəl üçün, M olsun. Proyeksiya düsturundan aydındır ki, demək, katetin kvadratı, M kvadratı bərabərdir proyeksiyası, yəni proyeksiyası B vurulsun hipotenuz, yəni A plus B, ya da B plus A. B plus A. Digər tərəfdə, əgər diqqətlə baxsaq, burada AK toxunan olduğuna görə, AK toxunandır. Bax, bu deməli, AK toxunandır. Bu AK-nın da kvadratı. Buna da bir dənə T deyək istəyirsinizsə. Bu da olsun T. Bu T-nin kvadratı, toxunanın kvadratı bərabərdir. Demək, bu hissəyə mən deyəcəm, bura olsun, məsəl üçün, bax, buradan bura qədər olan bircə saniyə. Bunu silim. Demək, buradan K-dan B-yə qədər olan hissə, yəni belə də yaza bilərəm, KB adlandırmasam da olar. KB vurulsun, deməli, KS, düzdürmü? Toxunan kəsən münasibətinə görə. KB vurulsun, KS. İndi diqqətlə, bu MT-yə bərabərdir. Mən əslində bayaqlar bunu yazmaq istəyirdim, yadımdan çıxdı. Bu MT-yə bərabərdir, çünki bu deltoid olduğuna görə bu tam simmetrikdir. Burada AK ilə DK bir-birinə bərabərdir. Ona görə də M elə T-yə bərabərdir. Yəni, biz elə burada M yerinə T yaza bilərik də. Düzdürmü? Burada elə T yaza bilərik. Demək ki, T-nin kvadratı bərabərdir B vur B plus A. Proyeksiya düsturuna görə, digər tərəfdən toxunan kəsən münasibətinə görə T-nin kvadratı bərabərdir KB vurulsun KS. O halda belə çıxır ki, buradan alırıq ki, KB vurulsun KS bərabərdir B vurulsun B plus A. B vurulsun B plus A. Bu nə deməkdir? Burada bir K nöqtəsi var.
Demək, bu K nöqtəsindən K nöqtəsi bu demək nöqtədən KY, daha doğrusu B vurulsun B plus A-dır, düzdürmü? Yəni əslində KY vurulsun KX-dir. Belə yazım. KY vurulsun KX, hansı ki B vuraq B plus A-dır. KY vurulsun KX. Aldıq ki, bərabərdir. KB vurulsun deməli KS. Mouse-la yazıram, çünki şeyi qoşmadım qələmi, ona görə biraz yaxşı görsənmir, amma eyb yox. Demək, aldıq ki, KY vurulsun KX bərabərdir KB vurulsun KS. Məncə məsələ aydındır. Əgər KY vuraq KX, KB vurulsun KS-dirsə, o halda Y, X, S və B nöqtələri bir çevrə üzərindədir. Kəsənlər haqqında teoremin tərsi də doğrudur. Həqiqətən də bu 4 nöqtə bir çevrə üzərində yerləşir. Və belə. Növbəti videolarda görüşərik. Sağ olun, salamat qalın.